Sabahınız xeyir olsun. Sabahınız xeyir. Siz xoş gəlmisiniz Sarıdağ kəndinə. Çox sağ olun, təşəkkür ederim. 2 nəvəm var. Ömərdir, böyük. Balaca da Poladdır, Polad Hökümovun. Allah şəhidimizə rəhmət eləsin, onun adını daşıyır. Bizdə Ağdamda belədir ki, biz J hərfini çox işlədirik. Gələcəyik, gedəcəyik. Qəbristanlığa getdim, bu mənə çox pis təsir elədi. Hətta getdim, 2 sütqa yapdım. Kəndə gəlişimiz axşam saatlarına təsadüf edir. Gecəni Sarıcalda keçirəcək, səhəri isə Ağaşəhərdə, Ağdamda qarşılayacağıq. Bura Ağdamdır, işğaldan azad edilən Sarıcalı kəndi. Səhər açılır. Günəş bu dəfə yenidən qurulan Sarıcalının üzərinə doğur. Mən özüm Qarabağ müharibəsi veteran olmuşam, birinci döyüşlərdə. Aləmi də buradan atam-anam aparıb. Sonradan getdim, yəni onları Əyricə kəndində tapdım. O vaxtda birlik də yox idi. Amma indi birlik oldu, xalq da birləşdi. Prezidentimiz də yəni bütün nə varsa hamısını təşkil elədi, hazırladı. Hazır olanda da 44 gün ərzində bu şəhidlərimizin qanı bahasına bu torpaqları azad elədi. Cənab Ali Başkomandan, Ağdam rayonu işğaldan azad olundu. Azərbaycan bayrağı Ağdam şəhərində dalğalanır. Gəldiniz, tapdınız həmin o köhnə evinizin yerini qaydanda, yoxsa Çətinliklə, çox çətinliklə tapdıq. Amma sonra qəbristanlığa getdim, bu mənə çox pis təsir elədi. Hətta getdim, 2 sütqa yatdım. İndi xoşdur mənim üçün ki, nəvələrim də böyrümdə, oğlum da burada. 2 nəvəm var. Biri Ömərdir, böyük. Balaca da Poladdır, Polad Hökümovun. Allah şəhidimizə rəhmət eləsin, onun adını daşıyır. Dördüncü günü gördüm, bəs səhər maşında bayraq sat keçdi. Gəldilər, saxlatdım maşını, dedim, nədir bu belə sevincimiz? Onlar dedi ki, bəs belə-belə də zəfər, ordumuz zəfər çaldı, torpaqlar azad olundu, Şuşa özlər bizdədir. Mən hətta dayanamadım, sevincimlə ağladım. Sarıcalda evlər nömrələnib. Hər daşın, hər qapının bir hekayəsi var. Bu hekayələrdən biri də 44 nömrəli evdə yazılır. Əli dayının oğlu Nadirin ailəsi ilə birgə qayıtdığı o evdə. Nadir bəy, uşaqlığınız burada keçib Sarıcalda. Neçə yaşınız var idi Sarıcaldan çıxanda? Mən Sarıcaldan çıxanda 3 yaşım olub. 3 yaşımda kənddən köç eləmişik biz o vaxtları. Ondan sonra Əyricə kəndində Bərdənin yaşamışıq. Mən sonra yaşım az olduğu üçün bu kənd barədə xatirələrim az olub. Həmişə bu kənd barədə atam danışıb mənə, ondan xatırlayıram. Bizim evimiz burada kəndin aşağı hissəsində olub. Atam deyir, çox gözəl kəndimiz olub, mehriban. Hamı, ailə, qohumlar bir-birinə çox mehriban olmuşuq deyir. Şükür eləyirəm ki, biz də nəhayət bu torpaqlarımıza qayıtdıq 32 ildən sonra. Mənim artıq 36 yaşım var. Çox sevinirəm. Övladlarınızla birgə qayıtmışsınız Bəli, öz övladlarımla. Artıq mənim övladlarım mən yaşlı olanda demək olar ki, Sarıcalıya qayıtdılar. Mənim buradan köç elədiyim yaşda.
Mənim övladlarım bu torpaqda böyüyüb, boşa çatacaqlar. Burada məktəbə gedəcəklər, Sarzalı kəndində təhsil alacaqlar. Onun özü bizim üçün fəxrdir ki, öz kəndimizdə. Mən öz kəndimdə oxuya bilməmişim. Amma sevinirəm ki, uşaqlarım bugün öz kəndimizdə məktəbə gedir, təhsil al, burada oynayır. Çox xoşdur mənə. İndiki fəsil var, şümumiyyət istəyirsən ki, kətə yemək. Bizdə buna Qarabağ kətəsi deyirlər, amma başqa yerlərdə qutab deyirlər. Qarabağ kətəsinə bütün göylərdən vururuq, nar vururuq, soğan vururuq, sacda bişiririk. Bir qonaq gələndə hamı yığılırdı bir yerə. İndi şükür, yenə gəlmişik öz kəndimizə, yenə həmən abu-havadır, həmən mehribançılıqdır. Bayram olanda hamı, Novruz bayramında hamı yığılırdı bir yerə, üzük salırdılar, din tuturdular. Din tutmaq nə deməkdir? Gedib kiminsə qapısını pusurduq, ona biz din tutmaq deyirik də, qapı pusurduq. Bizdə Ağdamda belədir ki, biz J hərfini çox işlədirik. Məsələn, Gələcəyik, gedəcəyik, belə. Amma çox yerdə bax danışanda o saat mənə deyirlər ki, Ağdamlısan. Deyirəm, hə. hiss olunur Hiss ləhcədə. olunur, ləhcəmizdən hiss olunur ki, Ağdamlıyıq. Qabaqçı kimi hamımız yığılırıq bir yerə, qonum, qonşu, qohum, hamı bir yerdə kətəmizi bişiririk, hər bir şeyimizi bir yerdə eləyib. Qabaqki Sarcalını yaratmaq istəyirik ki, qabaqki Sarcalı öz yerində olsun. Bunu belə palçıqlayıram ki, kətəmiz yanmasın. Bu kətənin pendiri, şorru, yoxdan soğanlı xoşlayırsınız. Yiyin, əli bəyişmiş olsun. Sağ olun. Ağdamda Rızayevlər ailəsi ilə sağollaşır. Onlara əvvəlki Sarıcaldakı kimi xoşbəxt həyat arzu edirik. Gülçin Cəmil, Mircavid Eminoğlu, Report Az.